Salam hörmətli izləyicilər. Bugün baxacağımız sual 11-ci siniflər üçün olimpiada suallarından 23-cü sualdır. Sualımız belədir. Çevrə üzərində aralarındakı məsafə eyni olan n sayda nöqtə götürülmüş və birdən n-ədək ardıcıl nömrələnmişdir. Bu nöqtələrdən ixtiyari ikisi o zaman diametr üzrə qarşılıqlı adlanır ki, onlar diametrin uc nöqtələri olsunlar. Əgər diametrin uc nöqtələri, yəni diametr üzrə qarşılıqlı nöqtələr 7 və 35 olarsa, bu çevrənin üzərində qeyd edilmiş ümumi nöqtələrin sayını tapın. Deməli, bu misal tipində yazı hissə çox verildiyindən ilk baxışda misal tipinin çətin olduğu düşünülür. Ancaq belə də misal tipi asan misal tipidir. Həllinə baxaq. Deməli, biz burada şərtə nəzərən biz çevrə çəkmişik və çevrə üzərində deməli burada qeyd olunub birdən n-ədək ardıcıl nömrələnmiş deyir. Biz də nömrələyirik. Deməli, 0-cı həddən başlayırıq. A0, A1, A2, A3, A4, A5, A6, A7 bu şəkildə davam edirik. 0-cı hədlə bu şəkildə nömrələmə davam etsə, yekunda n-ci hədd təbii ki, üst-üstə düşər. Çünki burada 0-cı həddən 1-ci həddə qədər bir addım, 1-ci həddən 2-ci həddə qədər bir addım. Bu şəkildə dəyişmələr var. Biz burada diqqət eləsək, deməli, 7 ilə 35, yəni diametr, çevrə üzərində diametr əmələ gətirir. Deməli, 0-cı həddən 7-ci həddə qədər demək gəlib bu hissədən. Biz 7 hədd, yəni 7 ilə 35 diametr əmələ gətirirsə, biz 7 addım geri qayıtsaq, diametrin bir uc nöqtəsi 0-cı həddə gələr və ya sonuncu hədd n-ci həddə gələr. Diametrin digər uc nöqtəsi isə, çevrə üzərindəki uc nöqtəsi isə təbii ki, bitmə nöqtəsinin, yəni n-ədək ardıcıl nöqtələr sayırıq ki, o sonuncu həddinə qarşılıqlı nöqtə olacaq. Yəni, o özü də bir diametr əmələ gətirər və bu nöqtə ümumi sayın yarısı olacaq. Yəni, diametrin bir uc nöqtəsi son qiymətlənmə nöqtəsidirsə, digər uc nöqtəsi təbii ki, qiymətlənmənin tən orta nöqtəsi olacaq. Ona görə də biz misal tipini bu şəkildə əldə elədik. Deməli, biz ümumi hədlərin sayını tapmaq üçün 35-dən 7 vahid çıxırıq. Yəni, 35-dən A35 çıx A7 yazmaqda məqsədimiz. Yəni, 35-dən 7 vahid çıxırıq, geri qaydırıq. Onda diametrin bu uc nöqtəsi geri qaydacaq, gələcək 28-ə. Digər uc nöqtədə 7 vahid çıxsaq, yəni geri qaydırıq ki, 0-cı həddə gəlsin. Yəni, diametrin uc nöqtəsi 0-cı həddə gəlsin. Bu isə 0-cı həddə gəldiyi zaman digər uc nöqtədə, yəni sıralamanın tən orta nöqtəsinə gələcək. Deməli, onda belə olur. 28 diametrin uc nöqtəsi olaraq çevrənin tən yarı bölgüsü olduğundan biz 28-i 2-yə vursaq, çevrə üzərindəki nöqtələrin sayını müəyyən etmiş olarıq. Ona görə ümumi şəkildə bu şəkildə göstərə bilərik. A-ın bərabərdir 2 vurulsun A35 çıx A7. Yəni, A35 çıx A7, yəni 35 çıx 7 deməkdir. Yəni, bu diametr üzərindəki uc nöqtələrdən diametr üzərindəki, yəni düzgün demədik, çevrə üzərindəki diametri uc nöqtələrindən birinin qiymətidir ki, bu da sıralamanın tən orta nöqtəsidir. Orta nöqtəni də 2-yə vursaq, ümumi nöqtələrin sayını tapmış olaraq. Deməli, buradan aydındır ki, 56 nöqtə, çevrə üzərində 56 nöqtə qeyd edilib. 56 nöqtə qeyd edilib. İzahımız bu qədər. Burada cavabın C bəndə olduğu aydın görünür. Sağ olun.